Rıza, buyur. 28. Mənim gözümün ağı qarası, hə? 28 bir açıq şübhəli. Aha, onda 29 da ola bilər. Yoxsa? Bəli. Hə, 28-dən əlavə. Aha, başa düşdüm. O bir dənə səhvin nə idi Rıza? Hansı? Qrammatikadan. Qrammatikadan mavzuli. Çox təəssüf. Onu hər kəs düz yazdı, Rıza səhv yazdı özdə. Sonra Rıza, mətnlər necə idi? İkinci mətn çətin idi, birinci mətn asan. Yorucu idi mən. Çox yoruldun, hə can? Otaq da soyuq idi. Bəli, bizim də otağımız çox soyuq. Qayna oturmuşdu. Doğrudan deyirsiniz. O yer duman çıxır. Bunlarda axı Gözdə qar axına düşmüşdü. Mənim görünə Siz nə danışırsınız? Yəni o qədər soyuq idi. Niyə elə eləyiblər bax? bizə Bu da bir haqsızlıqdır da əslində. Yəni o kurtka ilə orada oturub bilmirsən, bir tərəfdən üşüyürsən, bir tərəfdən həyəcan, bir tərəfdən qələmi tuta bilmirsən. Onda təbii ki, onda onların da mühitin də təsiri olub, belə düşünürəm. Düşün, əliniz buz kimi, amma bədəniniz tir-tir. Mən həyəcandan əlim titrəyirdi. Necə hər səhvə həmişə düzəl. Rıza, ingilislə riyaziyyatı necə oldu? 27 ingilis, 23 riyaziyyat. 23 riyaziyyat. Amma sən daha mükəmməl nəticə göstərə bilərdin. Düşünürəm ki, elə otağın soyuq olmağı. Hə? Sonra mexaniki səhvlər eləməyin, həyəcanlı olmağın. Həyəcanlıydın da onda sən. Bəli, ona görə də elə təsir göstərir. Heç nə, uşaqlar, uğurlar sizə. Bizim haqqımızda Günlarımız da var bir dənə, amma da gəlməyib. aramızda olan Dərsi var idi, hə. Ona görə eyb yox, can sağ olsun. Hə. Çox sağ olun gəldiyiniz üçün, təşəkkür edirəm. Həyatda sizə uğurlar arzulayıram. İnşallah blok imtahanında da bundan da yüksək nəticə göstərəsiniz və ali məktəbə qəbul olasınız. İnşallah, sağ olun.